أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا محمد وآله الطاهرين اللهم صل على محمد وآل محمد ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Aleykesselam ve rahmetullah. Keçən gecələrdə qeyd etdik ki, İmam Hüseyin ağamızın qiyamının fəlsəfəsi, İmam Hüseyin ağanın Kərbəlasının bizə verdiyi ən ümdə dərs bundan ibarətdir ki, bizim insanlara sevgimiz olsun, insanların xoşbəxtliyini istəyək, təkcə özümüzün yox, digərlərin də xoşbəxtliyini istəyək. Nəinki istəyək, hətta buna nail olmaq üçün öz haqqımızdan keçək, öz vaxtımızdan keçək, ömrümüzdən xərcləyək. İmam Hüseyin ağa ki, hər şeyindən keçdi. Ən çox istədiyi əzizlərindən keçdi. Evladlarından, qardaşlarından. Bu barədə kifayət qədər məlumatlısınız. Hər şeyindən keçdi. Baxın, İmamın bütün bəşəriyyətə verdiyi birinci mesaj bundan ibarətdir ki, insanları xilas etmək üçün lazım olarsa, Kərbala məktəbinin tələbəsi hər şeyindən keçməlidir. İmam niyə qiyam etdi? İmam nə etmək istəyirdi? Peyğəmbərimiz buyurmuşdu ki, İmam Həsən və İmam Hüseyin cənnət cavanlarının ağasıdır. Cənnət onların idi. Ümumiyyətlə cənnətə gedənlər onların izli ilə cənnətə gedəcək. Onlara olan imanlarının nəticəsində cənnətə buraxılacaqlar. Onlar üçün cənnət təzmin olunmuşdu. O cənnəti qazanmaqdan ötürü bunu etmirdi. O insanları xilas etməkdən ötürü. Hər şeyindən keçdi. Deməli, əgər biz bu xəttə hərəkət ediriksə, İmam Hüseynin yolunda addımlamaq məqsədimiz varsa, gərək biz də digərlərinin hidayəti üçün çalışaq. Lazım olarsa, vaxtımızdan keçək, haqqımızdan keçək. Ona görə şəhidlərin məqamı çox ucadır. Çünki şəhidlər öz qanlarını verib, canlarını fəda edib, digərlərini xilas etmək istəyirlər. Bu çox mühüm bir məsələdir. Egoistlik xüsusiyyəti və xəstəliyi qoymur ki, insan öz haqqından keçə. Bəzən nəinki haqqından keçmir, haqsız olaraq digərinin qarşısında da durur bu egoistlik xüsusiyyətlərinə görə. Dünən qeyd etdik ki, biz bu səmtdə hərəkət etmək üçün gərək insanpərvər olaq, insanlara sevgi bəsləyək, xeyrxah olaq. Xeyrxahlığın, insan sevgisinin mənbəyi barəsində danışdıq. Həqiqi sevgi insanlara o vaxt olar ki, insanın Allaha imanı ola. Əgər bizim Allaha imanımız olmasa ya zəif olsa, insanlara qarşı da elə olacaq. İnsanlarla da davranışda çox İslamdan, dəyərlərdən uzaq davranış nümayiş etdiririk. Bugün siz dünyada görürsünüz. İnsanlar maddiləşdikcə yadlaşırlar.
İnsan nə qədər maddiyyata aludə olarsa, o qədər insanlarla toqquşmaya gedər, rəqabətlərə girər. Çünki istəyir maddiyyata yetişə, dünyasına çata, ona görə hər şey qoyur ayaq altına keçib gedir. Dedik, insanların bir-birinə olan nifrətinin mənbəyi nədir? İnsanların bir-birinə qarşı olan məhəbbətinin, sevgisinin mənbəyi barəsində dünən qısaca olsa danışdıq. Allaha iman olmalıdır. Amma nifrət nədir? Bugün dünyada siz sosial şəbəkələrə baxsaz, mətbuatı izləmiş olsanız görərsiniz ki, kütləvi şəkildə insanları qarşı-qarşıya qoyurlar. İnsanlarda bir-birlərinə qarşı nifrət toxumları səpirlər. Niyə insanları belə həm kiçik miqyasda, həm böyük miqyaslarda nifrət aşılayırlar? İnsanlar arasında ədavət yaradırlar. Bəzi səbəblər var, onlar təbii səbəblərdir. Yəni, nə qədər insan varsa, bu dünya varsa, o səbəbləri tam aradan qaldırmaq çətindir. Birincisi, məsələn, egoistlik hissi, xudbinlik. Egoistlik nədir? Egoistlik, yəni sən təkcə özünü istəyirsən. Başqaları üçün istəmirsən. Öz maraqlarını daha üstün tutursan. Razısan ki, dostun 100 manat ziyana düşsün, məsələn, sən 1 manat ziyana düşməyəsən. Məclisə girəndə məclisin başında oturmaq istəyirsən. Süfrə açılanda gözləyirsən birinci sənin qabağına qoysunlar. Problem olanda gözləyirsən ki, başqaları geçsin, həll etsin. Sənin məsələn çıxanda, problemin çıxanda gözləyirsən hamı sənə kömək eləsin. Digərlərinin hər hansı bir problemi çıxırsa, sənə ehtiyacı varsa, sən əhəmiyyət vermirsən, bəhanə gətirib aradan çıxırsan. Mən misal olaraq deyirəm bunları. Egoistlik barəsində çox danışmaq olaraq. Bu ego hissi çox təhlükəli bir hissidir. Əvvəla Allah niyə insana özünü istəmə hissini verib? İnsan özünü istəməlidir. İstəməsə, dünyada yaşaya bilməz. Ona görə də dinimizdə intihar etmək haramdır. Kim özünə qəsd eləyərsə, o cəhənnəmə gedər. Kimlər özlərinə qəsd edir? Hətta özündən o insanlar bezirlər. Özündən bezənlər öz canlarına qəsd eləyirlər. Bu pisdir. Allah özünü sevmə, istəmə hissini insana verib ki, insan bu həyatda bu çətinliklərlə üzləşəndə bu çətinlikləri aşa bilsin, problemləri həll edə bilsin. Amma bu hiss güclənəndə, həddini aşanda, yəni özünü sevmə hissi həddini aşanda artıq buna biz dinimizdə egoistlik deyirik, xudbinlik deyirik, xudxahlıq deyirik, təkcə özünü istəyir. İnsan digərlərini görməyəndə, təkcə özünü görürsə, təkcə öz maraqlarını düşünürsə, təbii olaraq o insan görəndə biri ondan qabağa keçir, başlayır ona qarşı o hisslər həsəd hissini yaradır. Bizə paxıllıq deyirik, paxıllıq hissi yaranır. Bu rəqabət apara bilmir, bu insan o insanla ayaqlaşa bilmir. Görəndə ki, bu ondan qabağa keçdiyində ya elmdədir, ya ticarətdədir, ya digər sahələrdə. Başlayır ona qarşı onda nifrət yaranır. Ədavət yaranır. Heç çalışır onu yıxsın. Bu Həzrəti Yusuf Peyğəmbərin
qardaşlarında Yusufa qarşı olan o nifrət ki var idi, o nifrət həsəd hissindən, egoistlik hissindən qaynaqlanırdı. Biz elə bilirik, Quran-ı Kərimdə Allah Teala Yusuf Peyğəmbərdən danışanda, qardaşları haqqında danışanda biz yox, bəzi insanlar elə başa düşür ki, bu sadəcə olaraq bir hadisə idi, Allah bizə deyir, keçmişdə qaldı. Yox, bu bir cərəyandır. Bəzən bu qardaş din qardaşı ola bilər, bəzən qan qardaşı ola bilər. Qan qardaşları idi, can qardaşları idi. Öz kiçik qardaşlarının uğurlarını həzm edə bilmədilər. Uqtulu Yusufa avitrahuhu ardan yaxlullakum vəchəbiyikum. Yusufu öldürün. Bir dedi, aparaq uzaq bir yerə. O atasından uzaq düşsün, atası onu görməsin. Müxtəlif təkliflər verdilər. Quyuya ataq. Niyə? Məqsəd nədir? Yaxlullakum vəchəbiyikum. Qoy atanız sizin istəsin. Yusufu istəyir. Hissə baxın, nə təhlükəli biri istəyir. Baxın Kərbəla ilə nə qədər ziddir, üzbözdür, əks qütblərdir. İmam Hüseyin ağa, Əbəlfəz ağa, bizim əzizlərimiz hər şeyindən keçir ki, insanları xilas eləyə. Bunlar isə qardaşlarını quyuya atırlar ki, özləri qabağa geçsinlər. Bu his təhlükəli istəyir. Ona görə deyirəm, Kərbəla məktəbinin tələbələrinin, şagirdlərinin ümdə xüsusiyyəti, əsas xüsusiyyət bu olmalıdır ki, onlar təkcə özlərinə yox, digərlərinə fikirləşməlidirlər. Ümumiyyətlə, Qur'anımız bizi buna dəvət eləyir. Aqimus salat və atuz zəkat. Harada deyir, namaz qılın, sonra nə deyir? Sədaqə verin, zəkat verin. Niyə? Özü fikirləşmədəkcə. Digərlərini də fikirləş. Bugünkü dünyamızın bütün siyasəti buna hesablanıb ki, insanlara desin ki, sən tək özü fikirləş. Əslində, bununla onlara demək istəyirlər, yəni özü də unut. Çünki insanlar təkləşəndə, parçalananda, onlar məqsədlərinə çatırlar. Ona görə də elə bir təbliğatlar aparırlar, elə bir siyasətlər yürüdürlər ki, insanlar parçalansınlar. Gözünün qabağında adam öldürsünlər, o dinməsin. İslam tam bunun əksinədir. İslam insanı özünə qaytarır. İslam deyir, yox, əgər sən, Quranımız buyurur, İslamımız buyurur, Peyğəmbərimiz deyir, əgər sən ətrafda baş verən hadisələri hiss etmirsənsə, sənə təsir etmirsə, sən ölmüsən. Bəzən bu egoistlik hissi dini dona girir. Özünə din libası geyinir. Bu həm xaçpərəstlərdə olub, həm Yahudilərdə, həm də müsəlmanlarda. Allah Quran-ı Kərimdə Maidə surəsinin 18-ci ayəsində buyurur: "Və qalətil yehudu və nəsara nəhnu abnaullahi və ahibba'u." Xaçpərəstlər dedilər, biz Allahın övladlarıyıq. Və ahibba'u, onun sevimli bəndələriyik. Bunu Yahudilər də dedilər. Qul fəlimə yu'azzibukum bidunubikum. Allah da deyirdi, bəs onda günah eləyəndə Allah sizi niyə cəzalandırır? Bəli əntum bəşərun mimmən xalaq. Siz də elə digərləri kimi bir bəşər övladısınız. Bunlar niyə deyirlər biz Allahın əziz övladlarıyıq, balalarıyıq, bəndələriyik? Cümə surəsində də Allah bunlara cavab verir. Qul ya eyyuhellezine hadu in za'amtum ennekum awliya'u lillahi min dunin nas fetemennevul mevte in kuntum sadiqin. Ey Yahudilər, güman edirsinizsə siz Allahın ən yaxşı bəndələrisiniz.
övliyaullahsınız, Allahın övliyalarısınız, fətəmənnəvul mavt. Onda ölümü təmənna eləyin. Şəhadəti istəyin. Siz gedirsiniz, biz Allahı çox istəyirik. Adam çox istədiyinin görüşünə tez getmək istəyir. Və niyə ölümü təmənna eləmirsiniz? Siz ki, Quran deyir, ən çox bu dünyada yaşamağı istəyirsiniz. Yaşamağı daha çox istəyirsiniz. Bunlar din cildinə girmişdilər. Bəzən bu istəklərə, bu fikirlərə din libasını geyindirirlər. Bugün müsəlmanlardan da bir cərəyanı var. Deyir ki, bizik tövhid əhli. Bu təsadüfi bir şey deyil. Bu bir cərəyandır. Biz tövhid əhliyik. Yəni, bizik cənnət əhli. Bizik düz yolda. Bu təkcə müsəlmanlarda deyil. Deyə qeyd etdiyim digər məktəblərdə də, dinlərdə də bu olub. Bir cərəyan olub ki, onlar ancaq və ancaq özlərini cənnət əhli sayıblar. Bu, o egoistlik hissindən qaynaqlanır. Bu cərəyan çox təhlükəli bir cərəyandır. Allah Teala Bəqərə surəsində buyurur: "Və izə qilə ləhum la tufsidu fil ard, qalu innəmə nahnu muslihun." Bəqərə surəsində buyurur: onlara deyiləndə ki, yer üzündə fəsad etməyin, qalu innəmə nahnu muslihun. Deyirlər ki, bizik təkcə islah edənlər. Diqqətlə qulaq asın. İnsanın qəlbinin dərinliyində belə bir baxış var, hər bir insanda. Mən düzəm. Mən düz yoldayam. Bu bir hissdir, bu bir qığılcımdır insanın qəlbinin dərinliyində. Amma Allah insana ağlı verib. İnsana iman verib. Əgər imanın varsa, gərək analiz edəsən. Sən həqiqətən düzsən ya yox. Egoisti hissi deyir ki, sən ki namaz qılırsan, sənin namazın digərlərinin namazından daha üstündür. Sən ki həccə gedirsən, sənin həccin daha üstündür. Başlayır ondan bir büt hazırlayır. Bu insanlar ki, Allah buyurur, onlara deyilirdi ki, fəsad eləməyin, münafiqlərdir. Onlar baxın cavabda nə deyirlər? Bizi təkcə islah edənlər. Yəni bizdən başqa islahçı yoxdur, düz adam yoxdur. Bu həmin şeytanın fikridir. Şeytan insanda bu fikri oyadır. Bu xətti izləyir ki, sən deyəsən məndən üstünü yoxdur, məndən düzü yoxdur. Mən səhvsizəm. Sən özü səhvsiz biləndə, özünü düz biləndə, deyirsən, kim mənə qarşıdırsa, kim mənim fikrimlə razı deyilsə, kim mənlə razı deyilsə, o düz deyil. Artıq belə bir nəticəyə gəlirsən. Və digərlərini başlayırsan təkfir etməyə. Başlayır nifrət toxumu səpməyə. Bugün müsəlmanlardan olan bəziləri, əleyhissalam və rəhmətullah, digərlərini təkfir edirlər, Bu insanlar niyə özlərinə bu haqqı verirlər ki, digərlərini kafir bilirlər? Niyə? Çünki özlərini düz bilirlər. Özlərini düz bildikləri üçün digərlərini təkfir edirlər. Bu birinci məsələdir. Nifrətin kökündə egoistlik durur, həsəd hissi durur. Və ən təhlükəlisi budur ki, buna din libası geyindirirlər. Din cildinə girirlər. Bu daha təhlükəlidir. Salavat şirin Peyğəmbər və Ali Peyğəmbər. Allahümme salli ala Muhammed və Ali Muhammed.
İkinci məsələ riyakarlıqdır. Riyakarlıq nədir? İnsan daxildə ayrı bir aləmdədir. Onun daxili aləmi ayrıdır, amma zahirdə özünü ayrı cür göstərir. Daxili aləmin ayrı cürdür, başqa bir şeydir. Amma göstərdiyin, sərgilədiyin ayrı bir aləmdir. Allah Teala insana müxtəlif hisslər vermişdir. Allah Teala insana inkişaf etmək üçün müxtəlif hisslər verib. Bir də fərqlənmək hissidir. Fərqlənmək nədir? Sən istəyirsən ki, fərqlənəsən, diqqətə gələsən, inkişaf edəsən, öndə gedəsən. Bu bir hissdir, Allah bütün insanlara verib. Bu mənfi deyil, pis deyil. Görürsən, biri idmanda fərqlənmək istəyir, biri elmdə, biri səsi ilə fərqlənir. Allah bu istedadları verib. Öz-özlüyündə bu çox lazım və vacibdir. Amma müəyyən şərtlər əsasında, müəyyən şərtlərlə bu dinimizdə məqbuldur. Birincisi, Allah o hissi sənə verib, həqiqətən də fərqlənəsən. Yəni, istəyirsən sən alim olasan, bu hissi Allah verib sənə. İstəyirsən sən həkim olasan, müəllim olasan, xətib olasan. Bunu Allah verib insanlara. Bu hiss olmasa insanlar çalışmazlar, inkişaf etməzlər. Dünyanın bir məqsədi var. Allahın dünyanı yaratmaqda, bəşəri yaratmaqda məqsədi var. İnkişaf olmaz. Sən alim olmaq istəyirsən məsələn, həqiqətən də əgər sən o istiqamətdə hərəkət etmiş olsan, vəzifəvi müəyyən hissəsini yerinə yetirmiş olubsan. Yoxsa özünü alim olmaq kimi göstərmək, görəndə ki, biri alimdir, biri həkimdir, ona rəqabət edə bilməyəndə girirsən, riyakarlıq eləyirsən, girirsən, xainlik eləyirsən. Budur pis. Sən istəyirsən, namaz qılasan, Allahın bəndəsi olasan. Bu hissi Allah verib sənə. Amma gəlirsən, onu namazı qılmaq əvəzinə, zahirdə bir namaz qılırsan, zahirdə müəyyən dini ayinləri icra eləyirsən, çünki səmimi deyilsən, qabağa gedə bilmirsən. O etibarı qazana bilmirsən. İnsanlar hiss edir ki, sən saxtasan. Başlayırsan, o səmimi olanların ayağının altını qazmağa. Başlayırsan riyakarlıq etməyə. Sən çalır, səmimi ol. O hissi ki, Allah sənə verib, istəyirsən fərqlənəsən. İndi bir dəfə alim kimi fərqlənmək istəyirsən, bir dəfə yaxşı bir mömin kimi, həkim kimi. Həqiqətən də çalır. Özünü elə göstərirsən, amma elə deyilsən, bu riyakarlıqdır. Və bu insanlar görəndə ki, məqsədlərinə çata bilmirlər, məqsədlərinə nail ola bilmirlər, başlayırlar digərlərinə qarşı nifrət yaratmağa. Riyakar insanlar ona görə də nifrət mənbəyidirlər. Onlar çünki məqsədlərinə çata bilmirlər, zahirdə özlərini elə göstərirlər. Məsələn, Peyğəmbərin yanında olan bəziləri görəndə ki, Peyğəmbər bir əsiri gətirir, keçirdi qabağa, deyirdi, ya Rasulallah, ver onun başını vurum. Başını kəsim. Dəfələrlə bu olmuşdu. Mən kitablarda oxuyanda çox dəhşətə gəldi.
Amma həmən adamlar Əhzab döyüşündə eşidəndə ki, Əbdəvud deyir, kim meydana gələr, kim məndən döyüşər? Sizdən biriniz var ki, mənlə vuruşsun. Heç kim qabağa çıxmır. Sizin aranızdan biri var ki, mən onu cənnətə göndərim, ya o məni cəhənnəmə göndərsin. Var eləsi. Hanı o qabağa çıxanlar? Baş kəsmək istəyirdilər. Bu insanlar istəyirlər özlərini şücaətli göstərsinlər. O hissi Allah verib insana. Amma özünü saxta olaraq göstərmək istəyir. Səmimi olaraq yox. Digər məsələlərimiz də belədir. Sən həqiqətən mömin olmaq istəyirsən, səmimi ol. Alim olmaq istəyirsən, səmimi ol. Səmimi deyilsən, riyakarlıq eləyirsən, niyə Həzrəti Əli əleyhissalama qarşı bəziləri nifrət toxumunu səpirdilər? Riyakarlar. Allah Quranda deyir, və minən-nəsi mən yu'cibuke qavluhu fil həyatid dunya. Ey mənim rəsulum, bəziləri var, onların danışığı səni çox cəlb edir özünə. Və yuşhidullah alə ma fi qalbihi. Öz qəlblərində olanlara Allahı şahid göstərirlər. Allah şahiddir ki, bizim qəlbimiz səninlədir. Və o ələddül xisam. Onlar barışmaz düşmənlərdir. Baxın, danışıqları necədir? Yanaşmaları, baxışları necədir? Amma qəlblərində nə var? Allah deyir, onlar barışmaz düşmənlərdirlər. Niyə Əli əleyhissalamı bəzilər düşmən bilirdilər? Bunlar riyakar idilər. Döyüş meydanı gəlirdi, bunların riyakarlığın üstü açılırdı. Həzrəti Musa Peyğəmbər əsanı atdı, nə oldu? Nə qədər seyirbaz var idi, onların iç yüzü açıldı da. Hamı bildi ki, bu sihirdir, bu yalandır. Bunlar bir ömür insanları aldadıblar. Həzrəti Əli də insanların yalanını üzə çıxardırdı. Onlar ki, saxta pəhləvanlar idi, döyüş meydanında onların saxtakarlığı üzə çıxırdı. Onlar ki, saxta mömin idilər, müsəlman idilər, təqva meydanında iç yüzləri açılırdı. Onlar ki, xəsis idilər, səxavət meydanında abırları gedirdi. Bədir döyüşündə, Uhud döyüşündə xüsusilə, onlar ki, özlərini səmimi, sədaqətli göstərirdilər, qaçdılar. Bugün də bəzilərini biz başa sala bilmirik ki, dağa dırmaşırdılar. Və Rasulü yəd'ukum fi uxrakum. Peyğəmbər arxadan onları çağırırdı, hara qaçırsınız? Riyakar insanlar görəndə ki, yox, mən bu yolu gedə bilmədim. O səmimi mömin qabaqda gedir, başlayır digərlərində ona qarşı nifrət yaratsın. Və sən niyə nifrət yaradırsan? Sən Allahla səmimi olaydın, düz olaydın, sən də gedəydin qabağa. Siz bugün dünyada bunu görürsünüz. Görürsən ki, batil cəbhəyə qarşı vuruşurlar. Gid oğlanlar öz qanlarını, canlarını fəda eləyirlər. Bəziləri paxıllıqdan bunu həzm edə bilmir. Nə tərəni sən qalib olasan, sən kişi kimi vuruşasan, biz kölgədə qalaq. Başlayırlar paxıllıq eləməyə. Başlayırlar nifrət yaradırlar, təbliğat aparırlar. Bu ikinci məsələ budur. Biz cəmiyyətimizdə də bunu görürük, öz aramızda da bunu görürük. Birinci məsələ həsəddir. Həsəd burada da var, kökü var. Amma riyakarlıqdan qaynaqlanır. Sən riyakar olmasaydın, həqiqi səmimi olsaydın, gəlib bu bəlaya da düşməzdin. Niyə Əbu Zər narahat deyildi? Hər kəs Həzrət Əli olmaz ki. Əbu Zər səmimi idi Allahla. Əbu Zər səmimi idi, o qədər qabağa getdi. Salman Farsi o qədər qabağa getdi.
Amma bəziləri vardı, Həzrət Əli ilə rəqabət aparırdılar. Sən rəqabət apara bilməzsən axı. Cildə girmişdilər, müəyyən meydanlarında da iç üzləri açılırdı. Və onda başlayırdılar, təbliğat aparırdılar. Bir dəfə 4 sahabə birləşdilər Həzrət Əliyə qarşı. Səfərdən qaydırıq, gedirik bir-bir Peyğəmbərin yanına, deyirik ki, Həzrət Əli bu səhvi elədi. İndi bir var adamı bir nəfər desin, bir nəfər haqqında, bir də var 4 nəfər desin. Hə? Nə qədər olsa bunun təsiri var. Özdə bir-bir gəldilər, Peyğəmbərə dedilər ki, Həzrət Əli səfərdə bizə qarşı bu ədalətsizliyi elədi. Nauzubillah. Peyğəmbər dinlədi bunu. İkincisi gəldi. Dedi, ma turiduna min aliyin. Bunu siz Hakimli Müstədrəkdə tapa bilərsiniz. Əl-Üstə kitablarından, mötəbər kitablarından biridir. Ma turiduna min aliyin. Siz Həzrət Əlidən nə istəyirsiniz? Aliyyun vəliyyu kullu mu'minin ba'di. Əli bütün möminlərin vəlisidir məndən sonra. Bunlar niyə belə nifrət yaradırdılar? Niyə təbliğat aparırdılar? Səbəb nə idi? Həsəd idi, riyakarlıq idi. Bu insanlar, bu tip insanlar, bu qəlbə sahib olanlar heç zaman insanların xoşbəxtliyini istəmirlər. Onlar istəyirlər insanların xoşbəxtliyi üstündə ayağını qoyub özlərini xoşbəxt etsinlər. Kərbala ilə tam əksdir. Kərbala məktəbinin davamçısı xudbin ola bilməz, egoist ola bilməz, riyakar ola bilməz. Biz riyakar ola bilmərik. Bu ikinci məsələdir. Nifrətin mənbəyidir riyakarlıq. Salavat çəkinin Peyğəmbər və ali Peyğəmbər. Allahümmə salli ala Muhammed və ali Muhammed. Bəzi amillər var, nifrətin mənbəyinə çevrilib. İnsanlarda bir-birinə qarşı nifrət yaradırlar, o məsələlərdən istifadə edirlər. Bunlar isə biraz təbiidir. Yəni, bunu aradan qaldırmaq biraz çox çətindir. Allah Teala Quran-ı Kərimdə buyurur və min ayati xalqus samavati vel ard və ixtilafu alsinatikum və alvanikum. Yerin göyün yaradılışında insanların rənglərinin fərqliliyində və dillərinin müxtəlifliyində Allahın nişanələri vardır. Bu ayə Rum surəsinin 22-ci ayəsidir. Bax, nə deyir? Yerin göyün yaradılışında, bəli, yer, göy, bütün bu mövcudat Allahın nişanəsidir. Bizi Allaha sarı aparır, Allahı göstərir. Sonra deyir, vaxtilafu alsinatikum və alvanikum. Dillərin fərqliliyi, rənglərin müxtəlifliyi. Biri qaradır, biri ağdır. Məsələn, o qara dərilidir. Bugün dünyada qara dərili insanlara qarşı baxış necədir? Hələ özümüzdən də götürək. Dillərin müxtəlifliyi, millətlərin müxtəlifliyi, nə qədər bu amillərdən istifadə edib nifrət yaradırlar, ədavət yaradırlar. Hansı ki, bu Allahın nişanələridir. Biri qaradırsa, sən baxmalsan, Allah eyni insanı müxtəlif rənglərdə yaradıb. Nə möcüzədir bu? Sən burada Allahı görməlisən, amma şeytanı görürsən. Bir qara dərilini görəndə şeytan yadıma düşür, başlayırsan məsxərə etməyə. Başlayırsan özünü ondan üstün tutmağa. Fərqli göstərməyə. Bəs bu Allahın nişanəsidir. Niyə sən şeytan istədiklərini eləyirsən? Və bunun üstündə məktəblər, institutlar işləyir ki, insanları parçalasınlar. Kərbalada qara dərili var idi ya yox idi. Xristiyan var idi ya yox idi. Əhl-i sünnədən var idi ya yox idi. Bütün millətlərin, dinlərin nümayəndələri var idi orada. Peyğəmbərin ətrafında. İslam fərq qoymur. Hələ biz Azərbaycanlıyıq,
bəzən bir rayondan olanda deyir ki, məsələn, o kətdən rayonun özündən. Rayonun özündən olanda deyir, o filan məhəllədən də, mən filan məhəllədən. İstəyirik fərq qoyaq. Allah deyir, heç kimdən üstün deyil təqvadan başqa. Sizi fərqləndirən yalnız təqvadır. İstəyir bir fərq tapsın. Yox, mən ondan deyiləm. Mən fərqləndirəm ondan. Peyğəmbərimiz Məkkəni fəth edəndə, Məkkəni fəth etmək, bugün əleyhissalam, sanki getmişik, Beytül Müqəddəsi fəth etmişik. Nə qədər mühümdür, nə qədər önəmli bir hadisədir. Məkkənin fəthi günü Peyğəmbərimiz göstəriş verdi, Bilal çıxsın, azan versin. Qara dərili Bilal şı da deyə bilmir. Əşhədü əvəzini əshədu deyir. Şı hərfini tələffüz edə bilmirdi. Otayb İbn Useyd dedi, yaxşı oldu, atam öldü, bu günü görmədi. Allahın Rasulü bir qara dərilini bu qələbə günündə göndərir, qaldırıb yuxarı azan desin. Yaxşı oldu, atam öldü, bu günü görmədi. Haris ibn Eşam dedi ki, bu qara qarğadan başqa biri yox idi. Bunu verəydiniz qabağa. Nə olsun bu Peyğəmbərin yanındadır? Nə olsun Məkkənin fəthini görüb? Bu möcüzə idi. Peyğəmbər silahsız, sursatsız Məkkəni fəth etdi. Bu ayəni oxumurdu. Allahın nişanələrindəndir. Qara olsun, ağ olsun fərq etmir. Bunlar Allahın nişanələridir. Sən Kərbalaya gedəsən, İmam Hüseynci özü sayasan, barmağında üzü idi ola, hərəsəndə də millətçilik hissi varsa, qara ilə ağ arasında fərq qoyursansa, sən uzaqsan Kərbaladan. Şeytan nə dedi ki? Şeytan dedi, mən xəlifəliyə layiqəm. Allah mələklərə dedi, mən yer üzündə xəlifəmi qoymaq istəyirəm. Mələklər əvvəl başa düşmədi, elə bildilər ki, layiqdilər. Düzdür? Şeytan da onların arasında idi. Allah onlara dəlillər göstərdi. Mələklər başa düşdülər. Və izqulna lil mələikəti iscudu li Adəmə fəsəcədu illə iblisə. Əbə və istəkbər və kənə minəl kəfirin. Mələklər səcdə etdilər iblisdən başqa. Niyə? Dedi, ana xayrun min. Mən ondan üstünəm. Xələqtəni min narin və xələqtəhu min tin. Məni oddan yaradıbsan, onu torpaqdan fərq qoydu. Allah dedi, və nəfəxtu fihi min ruhi fəqavləhu sacidin. Mən ruhumdan üfürmüşəm ona. O da torpağı gördü. Sən bugün qaraya baxanda torpağı görürsən, sən onun ruhunu görmürsən. Ruh eyni şeydir. O torpaqdır, birini ağ göstərir, birini qara göstərir. Sən də Afrikada olsaydın elə olacaqdın, qara. Sən torpağı görürsən. Şeytan dedi, mən ondan üstünəm, çünki o torpaqdan yaranıb, mən oddan yaranmışam. Allah dedi, mən sənə dedim, ona ruhumu üfürmüşəm. Fəqavləhu sacid, səcdə elə. Onda dedi ki, çıx. Çünki məsələ elmi deyildi artıq. O bilir dəqiqəti, ona görə də qovdu onu. Sən indi özünü digərlərinə müqayisə eləyəndə, digərlərinə qiymət verəndə necə qiymət verirsən? Onun rəngini görüb qiymət verirsən, onun millətini araşdırıb qiymət verirsən, yoxsa onun imanını, əqidəsini,
Onun ruhunu qiymətləndirirsən. Bu önəmli bir məsələdir. Dünyada bugün bu məsələləri, bu fərqli tərəfləri götürüb insanlara qarşı-qarşıya qoyurlar. İnsanlarda bir-birinə qarşı nifrət yaradırlar. Sən farssan, o ərəbdir. O türkdür, o farsdır. O talışdır, o türkdür. O ingilisdir, o fransızdır. Bugün zalimlərin əlində bir vasitədir. İnsanları qarşı-qarşıya qoysunlar. Ona görə Peyğəmbərin ətrafına siz baxın. Süheyb Rumdandır. Salman Farsdandır. Bilal Həbəşədəndir. Qapı açıq idi. Kim gəlir gəlsin, mömin olsun, insan olsun. Çünki bu Allahın bəndələridir. Nifrət mənbəyi bu gün olub millətlər, bu milləti o millətə qarşı, rənglər, qara dərlilərə qarşı bir nifrət yaradıblar, bir təbliğat gedib, bunlar insan deyirlər. Bilal da qara dərili idi, John da Kərbalada qara dərili idi. Canını fəda etdi. Məlum deyil, biz əgər orada olsaydıq, orada qalardıq, yoxsa qaçardıq. Ondan çox asan problemlər qarşımıza çıxıb, biz qoyub qaçmışıq. Bu birinci məsələdir. Bu mövzuda, bu millət və rəng. Birinci nifrətin mənbəyi insanlarda digərinə qarşı nifrət yaradılır. Səbəbi egoistlikdir. İkinci, riyakarlıqdır. Üçüncü, milli amillərdir. Dördüncü, fizioloji, bioloji amillərdir. İnsanın rəngini sən nəzərə alasan, insanın figurasını, zahirini götürüb ona qiymət verəsən, yox. Nə rəng, nə dil, nə digər xüsusiyyətlər birini digərinə üstün etmir. Quran dedi, İnnə əkrəməkum indallahi ətqakum. Sizin aranızda ən üstünü, ən təqvalınızdır. Mən ilk gecədən bu barədə danışıram. Kərbala məktəbinin bütün insanlara verdiyi birinci mesaj bundan ibarətdir ki, insanları o qədər sevməlisən, o qədər insanlara aşiq olmalısan ki, onların hidayəti üçün lazım olanda canından da keçəsən. Peyğəmbərə Allah dedi, لَعَلَّكَ بَأْخُ النَّفْسَكَ أَلَّا يَكُنُ مُؤْمِنِينَ. Onlar mömin olmurlar, sən özünü məhv eləyirsən, həlak eləyirsən. İman gətirməyənlər üçün Peyğəmbər üzülürdü. Hidayət edirdi onları, hidayət etmək istəyirdi. Görəndə ki, hidayət olmurlar, üzülürdü. Hətta özünü həlak eləyirdi. O qədər narahat idi ki, Allah dedi, sən özünü məhv edirsən. Taha, ma ənzəlnə aleykəl Qur'anə li təşqa, illə təzkirətən limən yaxşa. Taha, biz sənə Qur'anı nazil etmədik ki, özün məşəqqətə salasan. Özün məşəqqətə salırdı Peyğəmbər. Və Kərbala məktəbi də İmam Hüseyin ağada ona görə hər şeyindən keçdi ki, insanları hidayət etsin, insanları cəhalət yuxusundan oyatsın. İmamın kəlamında var. Və ziyarətdə də keçir, ziyarət ərbəyində öz ürəyinin qanını fəda etdi, verdi ki, insanlar oyansınlar. Biz bu məktəbi qeyd edirik ki, biz də egoist kimi böyüməyək, təkcə özümüzü düşünməyək, insanları düşünək, insanların xüsusilə hidayətini, düz yola gəlməsini, bu yolda, bu istiqamətdə hərəkət eləyək. Allah bizi inşallah bu dediklərimizə əməl eləyən möminlərdən, müsəlmanlardan qərar versin. Siz görün Kərbalaya, baxın Əbəlfəz ağanın bir barəsində eşidibsiniz. Dərindən mütaliə eləyin. Baxın ağanın oradakı yanaşması necədir, baxışı necədir, mövqeyi necədir. Belə bir rəşadətli şəxs gedir Sudalıca. Hər şeyindən keçirdi. Hər şeyindən.
razı idi, hər şeyini versin, insanlara kömək etsin. Əbəlfəz ağanın bu davranışları, etdikləri barəsində çox eşidibsiz. Ən ümdə ağanın xüsusiyyəti bu idi ki, ağa bu qədər şücaətli olmasına baxmayaraq, o imamın itaətindən kənar bir şey etmirdi. İmamın icazəsi olmadan hər hansı bir addım atmırdı. Bu çox mühüm bir məsələdir. Çox önəmli bir məsələdir. Ağa, baxmayaraq ki, çox narahat idi, əskərləri bir-bir şəhid eləyirdilər, amma İmam Hüseyin ağa ona icazə vermədən o heç bir addım atmırdı. Bu çox mühüm bir məsələdir. Bu mərifəti göstərir, bu qanacağı göstərir, bu göstərir ki, İmam Hüseynə baxışı Əbəlfəz ağanın qardaş kimi deyildi, qardaşı olaraq onun yanında deyildi. Onun baxışı daha geniş idi. Ona görə də son anlarına qədər onun itaətində idi. Bugün siz görürsünüz, dünyada bu proseslər gedir, hadisələr baş verir. İnsanlar, əziz insanlarımızı itiririk. Çox dəyərli insanlar şəhid olurlar. O insanlar bu məktəbin tələbələridir. Onlar egoist olsaydılar, deyərlər nəyimizə lazım, orada nə baş verir. Bu məktəb bizə fədakarlığı öyrədir. Fədakarlıq, yəni digəri üçün öz haqqından keç, başqaları üçün öz haqqından keç. Bizi egoist böyütmür, bizi fədakar böyüdür. Bu insanlar bəşərin önündə gedəcəklər. Bu insanlar bəşəri xilas edəcəklər. Bu məktəb insanları xilas edəcək. Yoxsa bu mənimdir, bu mənim şəhidimdir, bu mənim pulumdur, bu mənim məscidimdir, bu mənim mənbərimdir, bu mənim adamımdır. Bunlar hamısı Kərbəlanın qarşısında duran fikirlərdir. Kərbəlayı olan şəxs mən yox, bizimdir. Bunlar hamısı bizimdir, bəşər bizimdir. Biz daha geniş məsələlərə baxmadı Allahım. Sənə and verirəm, izzəti və cəlal və aqibətimizi xeyirli eyləginən, imanımızı, ixlasımızı kamil eyləginən. Allahım, sənə and verirəm, izzəti və cəlal və əhl-i beytin hörmətinə, bizi Qur'an yolunda, Kərbəla yolunda sabit qədəm eyləginən. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh.